Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılır. Onun barəsində toplanmış materiallar Binəqədi rayon polis idarəsinə göndərilir. Məhkəmədə onun xırda xoliqanlıq əməli törətdiyi sübuta yetirilir. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilir. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib. Amma salamlar dostlar. Bu videoda çəkmə məqsədim odur ki, çox kommentlər gəlir ki, Zevs nə oldu, azadlığa çıxdı yoxsa yox falan zat. Nəysə dostlar, yəni gördüyünüz kimi azadlıqdayım. Allaha şükür, yəni ki, heç bir narahatlığım falan zat yoxdur. Yəni qismətdir, yəni ki, başımıza gəldi, oldu, keçdi. Heç kim yəni ki, garantili deyil ki, işte belə bir şey başıma gəlməz falan zat. Nəysə varsam ki, bu videoda səmimi sizinlə danışam. Belə bir şeydir. İçəridə olan həqiqətən də ağlıma gəlirdi, deyirdim, ay da fiziyoda YouTube karyeram getdi falan zat. Cəmaət deyəcək ki, bir dəqiqə təfsir Zevs bir də videoda çəkməyəcək. Abunəsindən çıxın falan zat. 30 gün ərzində heç bir şey bilməmişəm. Kanal yəni nə gündədir, cəmaət nə edir falan zat. Mənim haqqımda nə düşünürlər. Zat nə da? Nəsə olmuşum. Evə gəldim, çıxdım. Deməli, ora düşəndə 530 min abunəm var idi. İndi baxıram 555, 556. Nəsə də gəl belə çıxır ki, hər sutkama 1000 abunə var. 1000 abunə gəlib. Allah hamımızdan kömək olsun. Razı olsun. Kameranı düzəlməli tutarasın. Xəstə. Nəysə, baş gedib ola, Allah bilməm nədir. Nəysə, deməyəm odur ki, dostlar, ümumiyyətlə heç kimə məsləhət görmürəm. Allahın da olsun, yəni dəyməz də. Yəni ki, oldu qismət Allahdan, olmalı idi, oldu. Əsas odur ki, yəni rahat olun. İndən belə daha yaxşı videolar çəkəcəm, yəni daha partlayış olacaq. Bilirsiniz ki, hədəfimiz 1 milyondur. 1 milyona da çata bilmirik də, yəni ki, gör nə qədər şeydən keçdik yalnız bir yerdə. Hə, belə deyim. Gələndə dostlar, Allahın da olsun, millət idi də, yəni ki, millət yığılmışdı. Heç kimi tanımırdım da, yəni ki, hamısı izləyicilərdir. Allah köməklər olsun hamısı. Nəysə, gəldim YouTube zat qardaşım dedi ki, hamısı dəstəkdir falan zat. Videolar çəkiblər. Əslində hamımızı Arkadaşlar. Hə, deməli dostlar, əsas problemimiz siz nə idi? Wi-Fi yox idi yəni ki, Wi-Fi-siz həyat yoxdur da, yəni ki, internetsiz mənim həyat yoxdur. Hə, boşum, nə deyim ya. Çıxanda telefon yadına, mənə iPhone X-i verdilər. Baxdım elə bildim 13-dür, Allah haqqı. Dedim, bu təzə çıxıb, aş geldi. Bir dənə də bir şey deyim sizə. Deməli, bu Leonardo DiCaprio var, Titanic kinosundakı aktyor. Neçə il kino çəkdi, Oscar alanmadı. 30 sutka içəridə oldu, mənə Oscar hədiyyə elədilər. Çox sağ olsunlar yəni ki. Leonardo DiCaprio istifadəsində dəli olur, deyir, ala bilə, o boyda əziyyət çəkirəm, alamıram, bir dənə Oscar aldım. Bunu da hədiyyə edib izləyicim, çox sağ olsun. Buradan ona salam deyirəm. Nəysə. Amma bu nədir anam? Belə biz məşq eləyəm, danışıqsa. Deyirdim, ana bir şey denəndə. Nə bu xiyar? Xiyar özünsən, ala bilə. Deyir,ləsəm elə, deyir, sübləşəsən. Deməli, Allahın da olsun, əsas olur ki, çox insan mənə dəstək oldu. Heç içəridə xəbərim yox idi, Allah qəsdən. Çıxandan sonra xəbərim oldu ki, belə insanlar videolar çəkiblər falan zat. Bir də giveaway gələm, çıxın dostlar. Bildiyiniz kimi, düşmədən qabaq, yəni ki, bu iş başıma gəlmədən qabaq, giveaway eləmişdim və sponsorlar yığmışdım. İçəridə ağlıma gəldi ki, o ildə, bu sponsorlar yazacaqlar ki, bu içəriyə düşdü, tavsiyədə, yəni ki, nə olacaq giveaway falan zat. Sonra gəldim bura, dedim, indi yəqin deyiblər ki, biz sponsorluqdan çıxırıq edirik falan zat. Sonra şirkətlər falan da var idi. Elə fikirləşirdim. Elə oldu ki, gəldim qardaşım dedi ki, yox, adı deyiblər ki, bir ay nədir, lazım olsa bir il gözləyirəm. Allahın da olsun, yəni heç gözləməzdim. Gözləməzdim deyəndə pis çıxır belə. Bir şey deməyində baş yenə deyim, gedib ya. Yəni deməyəm odur ki, fikirləşirdim ki, ya bunlar belə eləyəcək, amma siz elə bir şey heç kim eləmədi, alınır. Aynen danışırlar, Allah başım deyil. Nəsə, Allah hamının köməyi olsun, Quran haqqı, təmiz, səmimi qəlbdən deyirəm. Dost tanışlar da yəni ki, hamısı dəstək oldu. Yəni deməyəm odur ki, dostlar, xatadan uzaq olun, xata baladan, yəqin düz deyirəm. Nəysə elə eləyin ki, belə problemlərlə rastlaşmayın. Allahın da olsun dəyməz yəni ki, konkret. O videolarda falan çəkmişdim, o qaqalar falan zat, qaq olmayın. Yəni nə deyim, başqa nə deyim, Allah. Prost insanlar açıqlama gözləyir izləyicilərə. Yəni üzrürsən də Allah ki, yəni bu qədər deyə bilirəm, yəni bilmirəm nədir. İnşallah yeni videolar olacaq, əyləncəli, yəni partlayış olacaq Allahın köməyi ilə. Qəşəng ideyalar fikirləşmişəm içəridə, Quran haqqı. Ancaq ideya fikirləşirdim. Fikirləşirdim ki, nə çəkim. Nəsə ideyaların hamısı yadımdadır. Desəm yalanlar, hamısı gedib başı yox. Buradan da bütün sosial mediadakı kim mənə dəstək olubsa, həqiqətən təşəkkür edirəm, səmimi qəlbdən. Əsas da dostlar, öz komandamız Fərid Abdullayev, Coni, qardaşım Sedoyev, Vüqar Şahmarov və digər youtuberlər, tiktokerlər. Bu qardaşımızın azadlığı
mübarəkdir. Bir dənə kəsindir. YouTube kəsin. YouTube kəsmə. YouTube parçalamalıdır, yəni çıxır YouTube partlatmalıdır, ona görə deyirəm. Allah'ın kömək olsun həqiqətən də. Yəni, nəysə, yaxşı ilə çəkəcəm Allah'ın köməyindən. Burası birinci video əyləncə ata bilməzdim, açıqlama verməliyəm də. Ta insanlar o boyda əziyyət çəkiblər, dəstək falan zat. Instagramda, TikTokda da neçə milyon falan zat yox. Bəyək qardaşım gözlüyünə də göstərir. Heç nə, Allah köməyimiz olsun. Belə deyim, tutulanda da elə idi, yəni ki, başlıqda birinci gün var idi tutulanda. Bütün millət idi də, bütün necə deyim sizə, izləyicilər, hamısı oradaydılar, çox sağ olsunlar həqiqətən də. Çıxanda da elə. Nə qədər adam var idi, Allah ki, çox ilə salınlaşa bilmədim, üzürlü saysın. Bəyəqlar inarsız, maşın üçün darıxmışdım yəni ki. Bəyəqlar maşından gəlirəm belə. O kim keçir yanımdan, hamı deyir ki, həmişə azadlıqda falan zat. Belə deyim, Allah ki, fəxr zat deyil. Sadəcə olaraq insana priyatlı gəlir ki, işte, sənə dəyər verirlər. Yəni, sənə fikirləşənlər də olubdur. Bir dənə əmi var idi, Allah haqqı. Onu deyim, deyir. Bəyək kamazdan gəlir yanımda, elə bir yanında gəlir. Pəncərə yoxdur, pəncərə nasıldır? Gedə-gedə, bax, Quranam da. Çok şeyin üstüne düşen, bir arsan oğulsan, önəmlə. Quran haqqı deyirəm, qorxdum maşının üstüne düşər. Sola çəkirdim Quranı. Nəysə, Allah onu da kömək olsun, yəni ki, buradan baxır. Belə deyim, o bəzi videolar var ki, çəkirlər. Ay, biz nə bilim, düşdük içəriyə, çıxdıq falan zat, nə, varavskoy gedilər falan zat. Allah hamısı boş şeydir, elə şeylərdən örnək zat götürməyin. Dəyməz yəni ki. Başınızı aşağı salın, işinizi görün. İndən belə deyirəm. Səviyyəli videolar çıxacaq, kreativ videolar. Elə deyəcəm ki, xalqım yəni ki, baxsın o video desin ki, həqiqətdən də heç də yəni başa düşdünüz. Bax, Quranam da olsun. Bilməm ki, necə təşəkkürüm bildirim. Hamımız oğulsuz, hədəfimiz 1 milyondur. Heç vaxt təslim olmayacaq, gedəcək 1 milyona kimi. 1 milyondan sonra 10 milyona desəm yalanlar, 2 milyona, 3 milyona kimi gedəcək. Nəysə, bu qədər. Çox sağ olun ki, bu video sona qədər baxdınız. Allah heç kimi Wi-Fi-dən məhrum eləməsin. Sağ olun, salamat qalın.